Bugün səhər saatlarında orta coğrafi enliklərdə 10 ballıq şkala ilə 6 ballıq maqnit qasırğası olub. Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından bildirilib. Qeyd olunub ki, saat 9-dan sonra qasırğanın gücü 5, saat 12-dən sonra isə 4 bal olacaq. Qasırğanın 5-dən aşağı balı yerə nisbətən təsirsiz ötüşür. Yüksək coğrafi enliklərdə saat 12-yə qədər maqnit qasırğasının gücü 10 ballıq şkala ilə 6-7, günün sonu üçün 3-4 iyunun 3-ü saat 3-12 aralığında 5-6 bal olacağı gözlənilir. Orta coğrafi enliklərdə iyunun 2-sində saat 15-dən sonra maqnit sahəsinin göstəriciləri fon səviyyəsində olacaq. Yaranan qasırğalar günəşdə baş vermiş alışmaların stereo və lasko koronoqrafları ilə çəkilmiş şəkillərinə görə müəyyən olub. Mayın 31-də baş vermiş taç kütlə atılması yer yaxınlığından keçərək maqnit qasırğası yaradır.